boynu xərçəngi və xərçəng önü vəziyyət, bilirsiniz, uşaqlığı olan hər qadında bir həyəcan yaratmalıdır. Məndə bu vəziyyət varmı və ya yarana bilərmi? Çünki altda yatan səbəb əgər hər hansı bir virusa bağlı, travmaya bağlı və ya ümumiyyətlə hormonal dizbalansdan tut, yaş, cins, erkən evlənmə, daha erkən yaşda ana olma, gec menopoza girmə və s. o qədər variantlar sadalamaq olar ki, amma çox istərdim ki, bu haqda onkoginekoloq Könül Mərdanova məlumat versin. Əlaqə yaratmaq istəyənlər varsa, buyurun, Milli Onkologiya Mərkəzi şişön xəstəliklərin müalicəsi, müayinəsi və diaqnostikası şöbəsinə müraciət edə bilərsiniz. Bir daha xatırladıram, eyni zamanda kolposkopist həkimdir. Kolposkopiya müayinəsini də unutmayın, bu da çox vacibdir. Bununla xüsusi ixtisaslaşmış həkimin müşayiəti altında aparsaq daha yaxşı olar. Könül xanım, xoş gördük sizi. Necəsiniz? Mən də sizi xoş gördüm. Yaxşı, siz necəsiniz? Təşəkkür edirəm. Biz hər zaman çıxış edirik. Uşaqlıq boynu xərçəng önü vəziyyət və bunun müalicəsi, zamanında aşkarlanması, xərçəng olmasın deyə aparılan müəyyən tədbirlər. Siz sosial şəbəkələrdə o qədər aktivsiz, maşallah, Allah davamını gətirsin. Hər şey xanımların sağlamlığı üçün edilir, mən bunu bilirəm. Amma nədənsə aramızda bəzən deyir ki, əşi, getdim lip elədim, canım qutardı. Həqiqətən canı qutarırmı? Nədir bu lip? Mən çox istəyərdim ki, bunun açıqlamasını sizdən eşidim. Təşəkkür edirəm dəvətinizə görə. Hər kəsin sabahı xeyirli olsun. Lip proseduru uşaqlıq boynunda, uşaqlıq boynun xərçəngönü patologiyalarında, belə deyək, icra elədiyimiz kiçik bir əməliyyatdır, prosedurdur. Xüsusi bir ucluqla patoloji sahənin müəyyən dərinlikdə və tam sərhədlərini əhatə eləməklə kəsilib götürülməsidir. Lip həm biopsiya məqsədi ilə aparılır, həm müalicə məqsədi. Yəni, eyni anda biz bunu tikəni həm biopsiya məqsədi ilə götürülürük ki, histoloji olaraq daha da dəqiq bizə məlumat verilsin. Həmçinin də həmin sahəni bədəndən xaric eləməklə pasiyentin canını bundan qurtarmış oluruq. Hə, qaldı ki, sizin sualınıza mən getdim, lip elədim və bitdi. Elə bir təbii ki, anlayış yoxdur. O yanlış bir anlayışdır və biz bundan rastlaşırıq. Yenə də bu həkimin izahatından çox şey asılıdır. Adətən bu prosedurlar onkoloqlar tərəfindən aparılırsa, biz ətraflı məlumat veririk. Lipdən sonraki 10 gün ərzində histoloji müayinənin nəticəsini gözləyirik. Histoloji müayinəyə əsasən yenə də baxmayaraq ki, öncədən diaqnostikanı sizin dediyiniz kimi biz çox danışmışıq, dəqiqləşdirib lipə göstəriş varsa gedirik. Amma yenə də o götürülmüş tikəni biz histoloji müayinəsini gözləyirik. Niyə ehtiyac görürük buna? Niyə görə ehtiyac görürük? Çünki xərçəng önü vəziyyəti siz təsdiqləmişsiniz. Pap test, kolposkopiya, biopsiya, yəni bu insana lip olar, hətta vacibdir. Lip elədim, yenə təkrar. Bəli, lip cərrah əməliyyatından öncə mütləq biopsiya alınacaq deyə bir anlayış yoxdur. Ondan öncə HPV testimizi eləyirik, simir testimizi eləyirik və bu nəticələrdə kənara çıxma varsa, HPV-nin yüksək riskli tipi pozitivdirsə və simir sonucumuzda anormallıq varsa və simir sonucumuzun anormallığını fərq qoymadan biz kolposkopiya müayinəsinə gedirik. Kolposkopik olaraq bir lezyon aşkar ediriksə, biz o iki nəticə ilə və kolposkopiya da bizə aydın aşkar xərçəng göstərmirsə, xərçəngönü bir görüntü verirsə, biz pasiyentə lip təklif eləyə bilərik. Ona görə götürülən preparat mütləq histoloji müayinəyə gedir. Qaldı ki, sizin dediyiniz çox az hallarda öncədən də biopsiya nəticəsi olan, bəs niyə təzdən lipdən sonra biopsiyaya gedir? Bu da yenə də qayda qanundur, protokoldur, əslində qanunda düzgünü də odur, onu da qeyd edim. Biz hər hansı bir patoloji sahə görürük, patoloji simir sonucumuz var, HPV-mizin yüksək riskli tipi pozitivdir, kolposkopik müayinə eləmişik və kolposkopist orada daha çox HAIS ilə və yaxud da ki, in situ xərçəngə uyğun və yaxud da xərçəngə uyğun əlamətlər görüb, kobud punktasiya, mozaika, açıq damar atipiyası görürsə, bu patoloji sonuçlar və kolposkopi təkrarlayırsa, bu ixtisaslaşmış bir həkimdirsə, zaten lipə getmədən həmin anda biopsiya alacaq. Buna deyirlər istiqamətləndirilmiş biopsiya. Aldıq və cavabımız gəldisə, displaziya 1, 2-ci dərəcə və biz lip proseduruna gediriksə, yenə də o histoloji müayinəyə göndərilir. Çünki bu dəfə sahənin tamamilə özü gedir. Bir. İkinci, bizə histoloji olaraq nəticə gəlməlidir ki, biz götürdüyümüz sahənin cərrahi sınırları təmizdir.
Düşünün, 2 milli dairəsində bir sahədən söhbət gedirsə, biz onu 3 milli, 4 milli sahəsində bir qədər normal toxuma sərhəddindən götürməliyik ki, yəni o xəstə histoloji müayinədə onu da verir. Onu da ki, verir. Doğru götürmüşsən, tam götürmüşsən. Bəli, əslində qalanda Bu biraz rahatladır bəli, lip proseduru olanda biz uşaqlıq boyunu əlverişli bir belə deyə formadadırsa, nəyə görə o sözü deyirəm? Bəzən o deformasiyalı, böyük ölçülü sahələr, biz həmin ucduqlarla, luplarla bir dəfəyə girib götürməmə durumlarımız olur. O çox nadir olur, amma ola biləcək bir hallardadır. Onda təbii ki, tikələr götürdüyümüz sahənin saat istiqamətinə görə göndərilir. Amma bir dəfəyə həmin uşaqlıq boyunu lup ilə götürülürsə, biz oraya xüsusi bir sapla tikiş atırıq və işarə veririk ki, saat 12 radələrində budur və patogistoloq bizə tam nəticə verir ki, burada patoloji sahə hardadır, nə ölçüdədir, neçənci dərəcədədir, cərrahi sərhədlərimiz təmizdirmi? Yəni, doğrusu düzgünü lipin budur. Doktor, o sırada qanama çox müşahidə olunur. Oluna bilər, olunmaya da bilər. Siz bu da o zaman yenə necə də görürsünüz ki, lazım olan sahəni götürdüm, kifayət eləyir, doğru götürdüm? onu da qeyd edim. Əgər mən patoloji bir sahə görmüşəmsə, təbii ki, qeyd elədiyim lip proseduruna kolposkopiyadan sonra gedirik. Kolposkopik müayinədə patoloji sahə görmüşəmsə, o rapor zaten bizim ambulator kartımızda olur. Ondan da əlavə prosedur otağında kolposkopiya avadanlıqlarımız durur. Kolposkopiyanı eyni onun müşahidə altında edirik. İkinci bir bunun nüansı, biz xüsusi o hansı ki, ikinci məhlul, lüqol məhlulu ilə kolposkopiyada izləmirik. Həmin məhluluna lip zamanı da izləyirik ki, cərrahi sərhədləri tam görək ki, gözdən qaçırtma durumları olmasın. Dərinliyi o artıq həkimin təcrübəsidir ki, biz dayandığımız yeri bilirik. Deyirsiniz, həkim təcrübəlidirsə, o sırada heç soruşmadan biopsiya aparacaq. Demək ki, burada xərçəng şübhəsi var. Xərçəng önü vəziyyət biraz insana rahatlıq verir. Orada haradasa lip proseduru, məsəl üçün uşaqlıq boyuna özünü yeniləyən bir hissə olduğuna görə, məsəl üçün belli bir zaman qazanar. Xərçəngdən məsəl üçün bir müddət, yəni xərçəng formalaşmadan azad olmuş olar. Yəni insan orqanizmi əlbəttə həkimin təqibi altında. Amma artıq burada xərçəng varsa, deyirsiniz, müəyyən insülin və s. İndi siz danışdıqca dinləyirəm. Yəni o sırada lipə getmək nə qədər doğru olur? Orada uşaqlığın alınması, digər reproduktiv orqanlar, bir təcrübəli onkoloq olaraq nə addım atmaq lazımdır orada? Buradan sizə bu sualı gözləyirdim İlhamə Bədəlovadan. Siz hər zaman gözləyirsiniz. Sizdən bu sualı gözləyirdim. Əslində qalanda lip biopsiyalarda, lip biopsiya elədisə həkim, in situ xərçəng gəldimi? Gələ bilər. Adı üzərində biopsiya analizidir. Yəni, bu gələ bilər. Burada bir belə qlobal bir sərf təbii ki, yoxdur. Yəni, kolposkopik olaraq hər bir müayinə 100%lik müayinə üsulu deyil təbii ki. Toxumalara baxırıq. Baxın, HPV virus aşkar eləyir. Smir bizə patoloji sahə varmı, yoxmu hücrəsə tərkibini göstərir, amma 30% yanlış vermə nəticəmiz var. Kolposkopiya müayinəsi toxuma səviyyəsində göstərir. Və biz bu gördüyümüz müayinələrdə yenə də müəyyən bir 3-5% ehtimal yanlış eləmə durumları var təbii ki, və o lipdə bizə in situ verə bilər. 17 ildir çalışıram, lipdən sonra in situm gələn olmayıbdır. Hətta biopsiya nəticəsi ilə müraciət edib, əlində sənədim, doktor, məni kolposkopiya deyəcək yoxdur. Bütün sənədlərim var, məni lip üçün göndəriblər. Lip olunmalıyam, bunun üçün gəlmişəm. Falan həkim göndəribdir biopsiyacan. Baxıb sahə görüb kiçik bir sahədə biopsiyamı eləyib, demişəm, xanım, mən eləməyəcəm. Yəni, mənə deyirsinizsə, bu işi mən icra eləyəcəmsə, mən bilirəm ki, bu sualı siz verəcəksiniz növbəti. Yəni, bu işin axırında, lip elədim, getdi, bitdi deyə bir şey yoxdur. Pasientin o sağalma dönəminin arxasında dayanıb, daha sonra onun təqib planını bu işi icra edən həkim deməlidir və arxasında da pasientin necə deyim, dayanmalıdır. Və o biopsiyanın nəticəsində məndə in situ xərçəng gəlibdir. Yəni, halbuki biz hər zaman biopsiyalardan danışanda düzgün yerindən biopsiya olunmalıdır. Kolposkopiya eşliyində, əgər bir kolposkopist, bayaq da qeyd elədiyim kimi, xərçəngin, in situnun əlamətlərini görürsə, kiçik bir sahədə görə bilirsən bəzən. O qədər kiçik bir sahədə görürsən ki, yəni, nə dərəcədə düzgün olar buna sevinmək, həqiqətən mənim sevindiyim ən gözəl situasiyalardan biridir ki, kimisə 3-4 milli, 5 milli bir sahədə, kiçik bir sahədə, demək olar 0-cı mərhələdə, demək olar ki, high sildiyi,
O mərhələdə tutmaq o xəstəliyi. Baxın, bundan canını qurtarır. O qədər profilaktik müayinəyə gəlib, süd vəzi müayinəsinə gəlib, sadəcə profilaktik ginekoloji yoxlananda aşkar elədiyimiz durumlar olub. Elə durumlar olub, hətta inanmayıb bu biopsiya nəticələrinə bizdə bəzi belə durumlar olur, indi reallıq deyə. O biopsiyanı xarici aparıb təsdiqləyib, bu sahə kiçik sahəni necə burada aşkar eləyiblər deyilən durumlar olub. Ona görə deyirəm ki, gələ bilər. Lipdən sonra gələ bilər. Amma öncəki müayinələrin dəqiqliyi, professionallığı bir qədər yüksək olsa, onun gəlmə faizi lipdən sonra belə aşağı düşür. Amma gələ bilər, onda yəni ola bilər. Əlbəttə, biz uşaqlıq boyunu üzərində fikrimizi toplamışıq, amma əslində baxış keçiriləndə həkimin də qeyd elədiyi kimi bütün çanaq, eyni ilə uşaqlıq yolu və s. hər tərəfli sadəcə uşaqlıq boyununda minimal bir nöqtə axtarışına çıxmırıq. Ətraflı, siz keçən görüşümüzdə də vurğuladınız ki, mütləq ən kiçik sahəni belə mən özüm görməsəm, o toxunmalara bələd olmasam, baxın, necə bunu ardıcılıqla düzdür. Nəticədə nə oldu? Həkim hüceyrəni görmək istəyir. Həkimi qane eləmir o sahə, o virus, virusun pozitivliyi, negativliyi, bəzən yanılmalar ola bilər. İnsan var ki, gəlir, bütün testləri negativ, amma kolposkopiya baxdığı zaman kolposkopla həkim baxır ki, əməlli başlı toxumalarda orada bir dəyişkənlik var. Bugün elə bu həftə baxdığım bir pasiyenti 43 yaşında, əlində simir normal, HPV-si negativ, müraciət edib, doktor, mən sizi daimə izləyirəm. Laborator fərqi də var təbii ki. Və baxıram ki, uşaqlıq boyunda çox kiçik bir sahədə punktasiya var. Sirkə turşusunda görürəm. Axı, əlində kolposkopiya nəticəsi də var. Təmizdir hamısı, bütün nəticələr. Deyir, doktor, ürəyim elə bir sakit olmazsa, nəsə mənə elə bir səs deyir ki, mütləq onkoloq baxsın. Baxıram, kiçik bir sahə var. Yenidən HPV testi 16 pozitiv. Necə ola bilər? Ola bilir. Bəlkə də, yenə də deyirəm, götürülmə xətaları ola bilər. Bəlkə də pasiyent öncədən yunub, müəyyən şamlardan istifadə edir, gedir, verir. Və yaxud da HPV-nin götürülməsinin də özünün qaydası var. Arxa tağdan götürülməlidir, servikal kanaldan götürülməlidir və dəhliz hissədən götürülməlidir. Elə bir yerdən girdin, belə bir balaca götürdün, elə olmur. Bu lip əməliyyatı təkrarlana bilərmi və ya neçə dəfə təkrarlana bilər? Təkrarlana bilər. Onu da qeyd edim. Lip olunduq 2 ay müddətində əgər histoloji müayinənizin nəticəsi normal gəlibsə, o sahənin sağalma dönəmidir. Hər kəsə izah olunur, bir də efir vasitəsilə izah eləyək. Düşünün ki, orada bir yanıq sahəsi formalaşır. Necə düşünün ki, əliniz, ayağınız yananda, bir toxumanız yananda necə özündən maye ifrazı olursa, eyni də uşaqlıq boyunda eyni maye ifrazı ola bilər. Və bu belə deyək də, sonra yara bağlayır həmin. Və qərtmək qopduqca, o yara qopduqca qanamalar ola bilir. Çəhrayı rəngdir, qəhvəyi rəngdir, al qırmızı rəngdir. Adət biraz tez ləkələnməklə, başlayıb ləkələnməklə qutara bilir. Və mən bayaqdan sadaladığım bütün sözlər fikir versək patoloji axıntılardır. Amma bu dönəm üçün biz normal qəbul edirik. Çox təəssüf olsun ki, bəzi o sizin dediyiniz psixoloji durumlar bu zamana da denk gəlir. Məndən niyə bu axıntı gəldi? Baxmayaraq siz onu izah edirsiniz. Elə pasiyenti var ki, həkimim deyibsə normaldır. Heç kimə bu haqqda məlumat da vermir. Elə insanlar var ki, o qədər adamdan soruşur, hərə bir söz edir, yəqin səndən onkologiya deyənə qanayırsan lipdən sonra. Yay vay, biopsiya götürmüşlər, yəqin pis şeydir, ona görə qanayırsan. Onlar da öz yerində, onları da indi qeyd edəcəm. Bu əlamətlərin olması lip dönəmində normaldır. Amma bu əlamətlər qanama şiddətlənərsə, qan axma şəklində olarsa, bu o deməkdir ki, bizim sizə qoyduğumuz qadağalardan kənara çıxmısınız. Yəni, cinsi həyat 2 ay dönəmində olmaz. Düşünün, mən bunu hər zaman pasiyentlərimə də izah eləyirəm. Ki, bir yara var, yıxılmışsınız, dizinizdə bir yara var. O yaranı qopartmasaq, öz hesabına normal sağalma dönəmini keçirsə, normal sağalacaq, izi də qalmayacaq. Amma hər dəfə ona toxunub bir müdaxilə olunduqca, o gec sağalacaq və izi qalma ehtimalı olacaq. Ona görə cinsi əlaqə olmaz, ağır iş götürmək olmaz, yerdən əyilib belə çömbəlib deyirik, oturmaq olmaz, qəbizlik
olmaz, çox öskürmək olmaz. Bəzən elə qrip olurlar ki, yəni o qədər öskürürlər ki, yəni olur. Niyə görə? Hər zaman izah edirəm. Uşaqlıq kisə formasında bağlardan asılı bir orqandır. Məsələn, bizim burnumuz kimi belə dayanmır. Amma o kisə, biz hərəkət elədikcə qadınlar uşaqlıq yoluna həmin yaranı sürtünmə və yaxud da cinsi əlaqədə o travma olma ehtimalı var. Və yaxud da əlinizlə içərini yumaq düzgün deyil. Əlcək taxmışdım da doktor, əlaqəsi yoxdur. Toxunmaq olmaz. Şam müalicəsi, bəli, yəni əllə özləri uşaqlıq yolunu yumağa çalışır. Və yaxud da yuyucu vasitələrin özlərinin ucduqları olur, onlarla yumağa çalışırlar. Yəni bunlar içəri heç bir müdaxilə olmaz. 2 ay dönəmində onun sağalma dönəmidir. Sağalma dönəminə qədər bir dənə də onu qeyd edim. Bəzən pasientlərə 2 ay bunları eləməyin deyirik. Gəlir 4 ayın tamamında bizdə də olur. Az faiz təşkil eləsə də belə pasientlərimiz olur. 4 ay tamamında müayinəyə gəlir. Niyə gəlməsin 2 ayda? Alınmadı, yasım düşdü, uşağım xəstələndi. Belə özünüzü qorumusunuzmu? Xeyr. Elə siz demişdiniz 2 ay, 2 ayda. Niyə görə biz 2 ayda deyirik? İlhamiyə xanımın dediyi bir nüans. Biz işimizi təmiz eləmişiksə, həkimə cavabı normal gəlibsə və siz bizim dediklərimizə riayət edirsinizsə, o yaranın sağalmama ehtimalı yoxdur. Amma siz bunlara riayət eləmirsinizsə, orada çapıq qala bilər. Təzə-təzə siz bizə yaxınlaşsınız, biz o sizin dediyiniz, bayaq dediyiniz çapığı, qızartını görəndə yerli müalicələrlə onları da aparırıq. Amma siz bunu daha da dərinləşdirirsiniz, yenə də dayanmadan travmalar, cinsi əlaqə elədiyimiz 2 aya qədər olsun, olmasın, olmamışıq da ondan sonra olmur belə. Ona görə lipin də özünün sağalma dönəm var. Ay yarım, 2 ay, adətən 2 ayda deyirik gəlsin. Təkrar o lipi yaradacaq səbəbi, bax, sizin sualınızın əsas cavabı da bir də budur. Lip proseduruna gedəcəyimiz patologiyanın səbəbini aydınlaşdırmayıb, aradan qaldırmasaq, təbii ki, yenidən problem yaranacaq. Təbii ki, təzədən lipə gedə biləcəyik və bu lip neçə dəfə aparıla bilər? Mən neçə dəfə aparmamışam, düzün deyim. Amma düşünürəm ki, bir 2-3 dəfə, amma uşaqlıq boynunda hər dəfə kəsib getməklə olmur. Axı, deformasiya olunur. Sabah endometriyada bir problem olanda biz uşaqlıq boynu bir yerini tutmuruq ki, xüsusi bir alət var da, gülləvari maşın, onu ilə uşaqlıq boynu tutur. Çünki toxuma qalmır. O hallarla da rastlaşmışıq biz. Gəlib uşaqlıq boynu demək olar ki, hamar. Yastı formada, o qədər liplə götürülüb, yenə də şikayət davam edir, qanama şikayəti davam edir. Belə durumlar da olur. Yəni, lip proseduru eləyirik, tamam. Amma biz bunu nəyə görə elədik? Patologiya var elədik. Bu patologiyanı yaradan nədir? HPV-dirsə, HPV müalicə olunacaq. Yanaşı infeksiyalar varsa, onlar müalicə olunacaq. Qalxanvari vəzi problemi varsa, o aradan qalxacaq. Yenə də qaydaq sistem xəstəliklərinə. Bəzən HPV bədəndə olur, işini görüb, yenə də immun sistemimiz hesabına çıxıb bədənimizə. Amma bir iz qoyubdur. Yanaşı faktorlar var. Nə qardinella var, qanareya var, yanaşı infeksiyalar var, qalxanvari vəzin problemləri var. Biz hər zaman, mən pasiyentlərim də bilir, bu kitab da deyir. Qalxanvari vəzi maddələr mübadiləsini pozan, yəni patologiyaları pozan bir balaca vəzdə, amma orqanizmi demək olar ki, idarə edən dirijorlardan biridir. Orada problem varsa, uşaqlıq boynunda mütləq problem ola bilir. Ona görə onları da aradan qaldırmaq lazımdır. Göstəriş varsa, sizin qeyd elədiyiniz müayinələrdən ətraflı şəkildə keçirik. Tibbi göstərişlər lip eləyirik, gedir histoloji müayinəyə. Soydu, almanın qabığını soyduğu kimi uşaqlıq boynunu. Mən animasiya üzərində də onu göstərəcəm ki, tamaşaçılara, xanımlara daha aydın olsun. İndi həkimin dediyi kimi praktikasında hələ bir neçə dəfə və ya dəfələrlə təkrarlandığını müşahidə eləməyib. Çünki hər görüşümüzdə vurğulayır ki, mən xəstəyə individual yanaşıram, ətraflı sıfırdan müayinəsini aparıram. Nə qədər müdaxilələr göstəriş əsnasında aparılsa da, yenə də yanaşı müalicəsini eləyirəm ki, bax, indi bugünkü gündə lipdən sonra HPV təkrarlandı sualı ilə yenidən qarşıma gəlməsinə. Onu deməyə çalışır doktor. Çünki bu HPV əgər müalicə olunmazsa sağalmayacaq. Əlbəttə o lipin də heç bir mənası qalmayacaq. Ona da göstəriş olduğuna görə anormal hüceyrələri sadəcə soyub çıxardırıq. Belə deyək. Amma problem əgər qalıbsa... Yaradan səbəb varsa, o yenidən yarana bilər. Biz sadəcə onun yaratdığı, belə deyək, açıq qapı var orada. Bir zədə sahəsi var. Onu qapayırıq.
Amma HPV-nin də müalicəsi öz yerində. Yəni peyvənd lazımdırsa peyvənd eləyirik. Yüksək ehtimal ki, yaşı göstəriş olan xanımlara peyvənd eləyirik. Amma yerli müalicələr olunmu? Olunur. Əlavə yanaşı nələr lazımdırsa pasiyenta individual izah olunurmu? Olunur. Bura qadının gigiyenası, cinsel əlaqənin gigiyenası, alt paltarların geyinməsindən tutmuş, yuxu rejiminə tutmuş, qidalanma rejiminə tutmuş, yerli müalicəyə tutmuş, yoldaşı nə müalicə eləməlidir? Hamısı bunlar xəstəyə müayinə zamanı izah olunur. Elə peyvənd vurdum, bitdi deyə bir durum yoxdur. Yəni, bəzən yanlış anlayırlar ki, pozitivdirsə vurmaq olmaz və yaxud da ki, elə indi təzə hamıya peyvənd vurulsun, keçəcək. Elə bir tək peyvənddən həll olunmur. Onun yerli müalicəsi də var. Pasiyenta hər şeyi kompleks şəkildə izah eləmək lazımdır. Neçə dəqiqə çəkir bu prosedur? Lip prosedura ortalama 7 dəqiqə. Yəni 10 dəqiqədə çəkdiyi durumlar olur, baxır qanamaya, baxır sahənin ölçüsünə. Adətən anesteziya şəraitində eləyirik, amma sahə bizə, yəni daha asan bir sahə olduğu halda və xəstə anesteziya istəmədiyi halda yerli keyləşdirməklə də, yerli anesteziya ilə də yəni eləyə bilərik. Burada yaş məhdudiyyəti varmı? Yaş məhdudiyyəti var. Bəli, liplərə onu da göstəricindeyim. Hər bir displaziyaya biz lip eləmirik. 21-24 yaş arası kənara çıxmalar var, hamilələrdə kənara çıxmalar var, postmenopauzal dönəmdə kənara çıxmalar var. Niyə? 21-24 yaş arası xanımlarımızda displaziya birinci dərəcə aşkar edilirsə, protokollar 2 il ərzində dinamiki nəzarətdə saxlar. Displaziya birinci dərəcəni, o SIM-1 deyir. Bizim danışdığımız. Bəli, o SIM-1. Bir nəzarətdə saxlar. Siz SIM deyirsiniz, biz cin deyə bəli, deyə bilərsiniz. Cin də deyə bilərsiniz. Onları nəzarətdə saxlamaq lazımdır. Nəzarət dediyimiz nə? Qeyd 2 ildən sonra baxaq yox. Biopsiya ilə təsdiqlənibsə displaziya 21-24 yaşı varsa və 6 ay müddətdə simir testlərimiz stabil və geriləmə göstərirsə, biz bu xəstəni nəzarətdə saxlaya bilərik. Bu mənim verdiyim rəqəm deyil, dünya statistikasının verdiyi rəqəmdir. SIM-1-lər 60% hallarda geri qayıda bilir, normal toxumaya dönə bilir. Ona görə o yaşda xanımlarımıza dərhal gəlin mən sizi lip eləyim deyə bilmərik. Və onu da qeyd edim ki, daha sonra ana olmaq istəyi olanlara xüsusilə, çünki uşaqlıq boynunda daha sonra hamiləlik zamanı yəni açılışlar ola bilər, daha yəni problemlər, erkən düşüklər ola bilər. Ona görə bunları nəzərə alaraq 21-24 yaş xanımlara xüsusilə dərhal lip displaziya birinci dərəcələrdə məsləhət bilmirik. Displaziya ikinci dərəcə, üçüncü dərəcə olarsa, bu halda kolposkopiyində görüntülər, simir sonuçları nəzərə alınaraq oluna bilər. Doktor, hər halda müəyyən dərəcədə aqressivliyi də hardasa düşünmək lazımdır. Deyirsiniz, toxuma dəyişkənliyi varsa. Onu da qeyd edim, bəli, ona da cavab verim. Hər protokol bunu göstərir. Pasiyenta kolposkopik olaraq baxanda əlimizdəki nəticələrlə kolposkopiyanın nəticəsi üst-üstə düşmüşsə, daha ağır görürüksə, bəli, lipə gedə bilərik. Bu, ümumiyyətlə, protokoldur. Deyir, sənin əlindəki simir və HPV sonucu ilə bu kolposkopiya nəticəsi üst-üstə gəlmirsə, biopsiyaya getməlisiniz. Hətta ola bilər ki, simir sonucumuz yüksək dərəcədə dəyişikliyi verir, kolposkopiyada heç nə görməsəz də belə yenə də biopsiyaya getməz. Çünki iki müayinə, bəli, onu da deyim, servikal kanal küretaj olmalıdır, ECG olmalıdır, hamiləlik. Siz qoymursunuz, bilirsiniz cavab verəcəm. Üstünə çevir. Yetər ki, orada bir nöqtə tapım. Çünki nəticələr bunu göstərir. Həkim də həyəcanlı. Endoservikal küretaj olunmalıdır və saat əqrəbi istiqamətində hər sahədən biopsiya alınıb ayrı-ayrı qablarda histoloji müayinəyə getməlidir. Bir endoservikal küretajlar və liplər hamilələrdə əks göstərişdir. Çünki düşük ehtimalı verə bilər. Amma hamilələrdə olunur da, o erkən... Liplər oluna bilər. Mən onu öncədən deyim ki, oluna bilər. Amma olunurmu? Demək olar ki, olunmur. Hətta uşaqlı boyun xərçəngi təsdiqlənmiş hamilə xəstələrində, hamiləliyini davam elətdirmək istəyənlərdə də traxeotomiya dediyim uşaqlı boyun götürülməsi, limfodiseksiyası cərrahi əməliyyatı icra oluna bilər trimestrlara nəzərə alaraq. Olunmur? Bizim onkologiyada olunmuyub. Səbəb? Elə bir situasiya ilə rastlaşmamışam. İnşallah olmaz, amma... Mənim pasiyentim olub 8 aylıq hamiləlik, təsdiqlənmiş uşaqlı boynu xərçəngi.
Amma onu biz gözləmişik ana olsun daha sonra. Olub pasiyentim yumurtalıq xərçəngi. Yəqin ki, məni eşitdikcə tanıyırlar. Həqiqətən xətirlərini istədiyim bir pasiyentlərdir. Biraz da o pasiyentlərə xüsusi bir, fərqli bir yanaşma olur. Çünki hamiləlik zamanı gəlir. O da olub yumurtalıq xərçəngi. Uşaqlıq boyunu axırıncı trimestrdə aşkar elədiklərimiz olubdur. Doktor, onda belə çıxır ki, hamilə qadınlar da onkoloq nəzarətində olmalıdır hamiləlik müddətində. Əslində qalda bizdə hamiləlik planlanması və hamiləliyin idarə olunması respublikamızda çox yaxşıdır və o həkimlər onu idarə eləyirlər. Və rəqəmləri birdən yanlış salaram, hansı trimestrdə daha çox rast gəlinir. Özümün praktikamda daha çox axırıncı trimestrdə yaxınlaşan qanama şikayəti olan pasiyentlərim olub uşaqlıq xərçəngi. Könül xanım, mən təşəkkür edirəm. Studiyamıza gəldiyinizə görə varmı sonda demək istədiyiniz xanımlarınıza? Hər kəsə sağlam olmağı arzu edirəm. Uşaqlıq boynu mənim ən çox sevdiyim bir orqandır və patologiyalarından həqiqətən məşğul olmağı sevdiyim bir orqandır. Həyat qurtarıcı. Və reproduktiv orqanlar arasında ilk yerdədir onun xəstəlikləri. Ölüm statistikası da ürək açan deyil. Ona görə kimsə ora yanlış bir müdaxilə eləyəndə çox xətrimə dəyir deyim. Necə edim, həqiqətən çox pis oluram, məyus oluram. Ona görə hər işin öz ustasına geçsinlər. Bu Könül Mərdanova olmaya da bilər, hər zaman deyirəm. Amma araşdırsınlar, bildikləri bu işi bilən bir həkimin yanına geçsinlər ki, sonra problemlər olmasın. Təşəkkür edirəm. Bir daha nəzərinizə çatdırım. Studiyamızın həkim qonağı onkoginekoloq Könül Mərdanova idi. Milli Onkologiya Mərkəzi şiş-yönlü xəstəliklərin müayinəsi, müalicəsi və diaqnostikası şöbəsinə müraciət edə bilərsiniz. Qısa aradan sonra yenidən qarşınızdayıq.